İrem paytaxt salatının hazırlanmasına yumurtaları, kökleri koymuşam pişmeye. Burada da toyuq artık kaynayır. Kartofları önceden doğrayıp o formada pişireceğim ki ezilmesin. İrem kartofların doğranmasına 4 adet böyle büyük boy kartof götürmüşəm, soymuşam. İndi onları doğrayacağım, daha sonra pişireceğim. Kartoflar hazırdır, doğradım. Qabın içərisinə əlavə edirəm. Qazana su qoymuşam qaynamağa, artıq qaynayır. İçərisinə duz əlavə edib, üzərindən də doğradığım kartofları əlavə edirəm. Beş dəqiqə bişirib çıxardıram. Doğradığımız zaman həm kartoflar əzilmir, həm də tez bir zamanda bişir. Kartoflar hazırdır, bişir. Çox qaynadıb əzməyə ehtiyacı yoxdur. Keçirəm digər ərzaqların soyulub doğranmasına. Kökdən başlayıram. Köklər hazırdır, keçirəm yumurtaların təmizlənməsinə. Keçirəm tərəvəzlərin doğranmasına. Əvvəlcə köklərdən başlayıram. Salatın ərzaqlarının hazırladığım, indi isə qabın içərisinə əlavə edirəm. Yumurtanı əlavə edirəm. Kök əlavə edirəm. Toyuğu əlavə edirəm. Kartofu əlavə edirəm. Qab kiçik olduğundan qabı dəyişirəm. Qağdalı əlavə edirəm. Konservləşdirilmiş qağdalı, əvəzinə yaşıl noxud da əlavə edə bilərsiniz. Xiyar turşusu doğradım, içərisinə şüyüd əlavə etdim. Göyərtilərdə ancaq şüyüd istifadə etdim mən. 2 dişli sarımsaq əzirəm içərisinə. Sarımsaq əvəzinə dad üçün yaşıl soğandan da istifadə edə bilərsiniz. Qabın içərisinə duz əlavə edirəm, istiot əlavə edirəm və simetan, yəni xama və mayonez əlavə edib yaxşıca qarışdırıram. 1-2 saat soyuducuda gözlədirəm və servis edirəm. Möhtəşəm paytaxt salatımız hazırdır. Mütləq siz də hazırlayın. Bəyənsəniz kanalıma abunə olub like atmağı unutmayın. Hələlik deyirəm, inşallah gələn videolarda görüşərik.